darıxdırıcı işləri sevirəm. Maraqsız həyat sevirəm. İndi görürsünüz, mən sizdən maraqlı söhbət. Maraqsız işin sonunda, mən dünya çempionatına hazırlaşmaq çox maraqsızdır. Amma orada çempion olmuşam deyil, mən sizdən maraqlı söhbət etməyə lüksum var. Çox gözəl yanaşma. Mən gedərəm, oturaram bir kafedə, kimsə tanıyır da ehtimal ki, və gələcək baxın mənə bəs. Mən qısım ona nəyə söyləyirəm, maraqlı hissəyə çatmaq üçün. Yəni siz maraqsız şeylərdən keçməlisiniz. Maraqsız həyat tərzi sürməlisən. Maraqsız həyat tərzi deyək ki, bir şeyi əzbərləmək maraqsızdır. Əşin nə bilim, tavsiyə. Çox gözəl vurğulayırsınız. Məsələn deyək ki, yaddaş yarışına hazırlaşanda gündəlik rəqəmlər görürsən. Ayda Barselona ortasında, özü Barselonada yaşayanda lap da təsəvvürsiz çöl qaynayır. Bəli. Barselonada yaşayırsan da. Bakı küləkli şəhərdə bir tərəfdə oturursan. Sentyabr Barselonanın ən gözəl vaxtlarıdır. Oktyabr turistlər, hər cür əyləncə növləri və s. Sən maraqsız oturmusan, rəqəmlər gedir belə. Şəkillər gedir. Amma sən axırda dünya çempionusan. Dünya çempionusan da və getdikcə darıxdırırsan. Çıxıcılığın verdiyi avantaj sonda çox mükəmməldir. Getdikcə darıxdırıcı sənə həzz verir. Artıq hiss edirəm. Çünki darıxdırıcı işlərin ortasında sənə bir yaradıcılıq impulsu gəlir. Oturmusan bir layihə üzərində işləyirsən. Deyək ki, bir nəyinsə çıxışa hazırlayırsan. 70 səhifəlik. Maraqsızdır. Amma o prosesdə birdən ağla gəlir ki, Orxan, bəlkə özündən yaddaş texnikası çıxardasan, bir şey yadından çıxaranda mental qeyd qoyasan. Belə gələndən sonra onun verdiyi yaradıcılığı, uzun müddətli yaradıcı həzz, mənə TikTokdakı yaradıcı həzzin qat-qat həzz verəcək.